Evet, değerli dostlar, çekimlerimiz devam ediyor. Yine İran'dan gelen bir konuğumuzla birlikteyiz. İran Tebriz'den geliyor. Aşık Büyük Ağa Vicildi ile beraberiz. Aşıklık geleneğini konuşacağız. İran'da aşıklık geleneğinde neler oluyor, neler yapıyorlar, bize neler söylerler, niçin buradasın? Önce bir onu alalım, ondan sonra da aşıklık nedir? Bize bir aşıklığı anlat. Çok teşekkür ederim hocam. Ben önce hocam bizim ustad aşığımız Dədə Ələsgərin bir şeiri var aşıq hakkında. Deyir ki, aşıq olup diyar diyar gəzənin əvvəl başdan porçamalı gərəkdir. Evet. Oturup duranda ədəbin bile mərifət elmindən dolu gərəkdir. Mən özümdə belə deyirəm ki, İtirər hörmətin elde obada aşığın kamaldan var olmasa, mərifət elmini dərk edə bilməz həqiqətin həvəskarı olmasa, rəftarı, kirdarı, sevdası dayaz, aşıqlıq adına götürməsin saz, hər aşıq eşqində bəxtiyar olmaz, ədəbi arkanı arı olmasa, pir oğluyam bu müqəddəs vətənin, nəvəsiyəm ulusumdan ötənin, bu şah sənət nə sənindir, nə mənim, babaların etibarı olmasa. Mən hocam, demək olar ki, illərdir sizin dəvətinizi, Ramazan hocanın dəvəti ilə qatılıram bu proqramlara. Çox da fəxr eləyirəm ki, gəlirəm sizin bu proqramlarınızda şirkət eləyirəm, çox zövq alıram. Yəni, ürəyimizdən keçənləri bir də yerlərdə deyənməyəndə, burada bir azad kuş kimin özünüzü hiss edir. Özgür bir ortamda anlatıyorum diyorsunuz değil mi? Eylədir hocam, bəli, eylədir. İkinci də bu ki, mən Ramazan hocaya çox təşəkkür edirəm. Ona görə ki, təşəkkür elədim. Bir də bu kişi bizim Türk dünyamıza lazımdır belə kişilər. Ona görə ki, yəni hocam, Türk dünyası param-param olub. Dilimizdə, ulusumuzda. Bu kişi bu dağılan milləti az da olsa eləyə bilir ki, yığsın bir yerdə bu doğma insanları, doğma qardaşlarımız, soyumuz bir, ulusumuz bir, kökümüz bir, dilimiz bir. Gəlir bir yerdə bir bafalı qardaş kimi bir-birimizlə o həsrətlərimizi visale çatdırırıq. Şenliği Baba ile nasıl irtibat? Orada bəli. Ne kadar tanınıyor Aşık Şenlik Aşık İran'da? Şenlik bizim demək olar ki, ən dəyərli aşıqlarımızdan biridir. Elə çək Güney Azərbaycan olsun, çək Kuzey Azərbaycan. Aşık Şenlik Baba da bizim ustad aşıqlarımızdan biri sayılır bu 500 ilin içində. Ona görə dəyərli aşıq sayılır ki, Şenlik Baba. Hocam, bizdə belə mənim bir ustadım var idi. O deyərdi ki, o əsil aşıqlar, hətta Mevlana da bu sözü deyib ki, 4 varlığa ürəkdən bağlı olmalıdırlar. Allah, vətən, ata, ana. Bu 4 varlığa bağlı olan aşıqlar əbədi yaşamalıdırlar. Çünki özünü bilməyən sözünü bilməz. Doğru. Sözünü də bilməyən özünü bilməz. Yəni, bu Aşık Şenlik Baba da mən ustadlardan öyrəndiyimə görə xalqını, vətənini, milli dəyərlərinə dəyər verən bir aşıqdır. Biz hamımız müsəlmanıq. Mən Şiiyə, Sünniyə inanmıram. Biz müsəlman. Əvvəl türkük, sonra müsəlmanlıq. Şiiyənin də bir Allahı var, bir peyğəmbəri var. Şiiyənin də, Sünninin də bir Quranı var, bir peyğəmbəri var. Bu nə fərq edir bəs? Bunları o biitdə insanlar istəyirlər bizim aramızda nifaq salıb bir-birimizdən ayrı salsınlar. Bəs o dəyərli aşıqların bəzən də həqqə aşıqları deyirlər. Bunlar ona görə həqqə aşıq olublar ki,
Allaha, vətənə, atıya, anıya inanan adamlardılar. Sonra başqa şeylərə hocam. Ona görə də Aşıq Şenlik baba, mən onun 3 şeirini bilirəm. Amma üçündən biri yadıma düşmədi. Yəni bu bəzən elə olur ki, 3 yadımda olur. Amma onun bir gözəl şeiri var idi ki, Caraylı qalibində axırında deyir ki, yazıq Şenlik ağlar gülməz. Göz yaşını kimsə silməz. Bu dünya heç kəsə qalmaz. Altın verib alasan da. Çok güzel. Aşıq Şenlik babadandır. Teşekkür ediyorum. Buyurun hocam. Kulluk Teşekkür ediyorum. Var Sağ olasın, var olasın. Peki, şimdi İran'dan geldin, Çıldır'dasın, Türkiye'desin. Aynı zamanda da Çıldır TV'de programdasın. Çok teşekkür ederim hocam. Bu ileride yayınlanacak, canlı oluşturup yayınlanacak ve bunlar arşiv olarak kalacak. Bizden sonraki nesillere aktarılacak. Hedefimiz bu. Son olarak neler söylersin? Onunla bitirelim. Sonra hocam, mən gələn nəsillərə öncə bunu ərz edeyim qulluğunuza ki, o aşıqlarımız ki, istillə saz götürsünlər, bunlar öncə milli dəyərlərinə fikirləşsinlər. Yəni, atalarımızın, babalarımızın bir sözü var, deyir ki, sir vermə nadana, sir vermə pisə. Ya səndən inciyə, ya səndən küsə. O kökü üstə bitər, əsli nəysə, rovşan bəsləməklə laləzər olmaz. Çok güzel. İndi hocam, gətirib indi bir alma ağacını sevit ağacına calaq vursan, o heç vaxt alma tamı verməz. O elə sevit tamı verəcək. Bəs gələn nəsillər, indiki aşıqlarımız, ya cavan aşıqlarımız, bunlar mənliklərinə, həkimliklərinə, uluslarına, öz milli dillərinə, öz milli varlıqlarına dəyər versinlər. Ki, xalqımız xoşbəxt yaşasınlar. Hocam, bunu da qulluğu vərz eləyim ki, bu aşıq sənəti ki var, bir iddə adamlar deyir 7000 ildir, bir iddə adam deyir ki 9000 ildir, bir iddələr deyir ki Dədə Qurquddan belə yaranıb 1200 ildir. Ancaq hər neçə ildir. Hər neçə il olandan sonra tarixdə o aşıqlar yaşayıblar, qalıblar ki, öz milli dəyərlərini düşünüblər. İndi mən şəxsən aşığam Türk dünyasının. Mən Türk dünyasının hamısını sevirəm. Ona görə ki, mənim qanımda Türk qanı var. Dilim Türkdür, zatım Türkdür, vətənim Türkdür. Bəs mən özümə çalışmalıyam, sonra bax, yəni özümə tikrar olmasın, ərziş verməsəm başqalarına dəyər verə bilmərəm. Eyvallah. Sonunda da hocam, mən sizin kimi insanlardan təşəkkür edirəm ki, belə işlər görürsünüz, həmişə xoşbəxt olasınız. Arz eləyirəm ki, Türk dünyasının gələn nəsillər aydın fikirli insanlar olsunlar. Əvvəl özlərinə düşünsünlər, sonra başqa ülkelerini, başkalarını, değil mi? Çox təşəkkür. Peki, ben teşekkür ediyorum. Var Sağ olasın. olasın, var Çox olasın. təşəkkür. Değerli aşığımız, sağ ol. Başlarda olanlarım çox təşəkkür hocam. Eyvallah.